Salam əziz izləyicilər, xoş gördük sizləri. Uzun aylardır ki, bir çox heyvandarların, alverçilərin və bazar həvəskarlarının gözlədiyi bir xəbər gerçəkləşdi. Xaçmaz mal bazarı noyabr ayından bəri bağlı qaldıqdan sonra yenidən fəaliyyətə başlayır. Bu bağlanma dövründə həm alıcılar, həm də satıcılar xeyli çətinlik yaşadı. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və ətraf rayonlarda yaşayan insanlar hər həftə alışdıqları bazardan istifadə edə bilmədilər. Bir çox insan heyvanını satmaq üçün başqa rayonlara getməyə məcbur oldu. Bu isə əlavə yol xərci, vaxt itkisi və başqa problemlər yaratdı. Alıcılar da eyni vəziyyətlə üzləşdi. İstədikləri heyvanı tapmaq üçün uzun yollar qət etməli oldular. Xaçmaz mal bazarı illərdir ki, regionun ən böyük heyvan bazarlarından biri hesab olunur. Burada süd inəkləri, damazlıq inəklər, düyələr, buzovlar, kəl və öküzlər, qoyunlar, keçilər və digər kənd təsərrüfatı heyvanları alınıb satılır. Bazar təkcə alver yeri deyil, həm də insanların görüşdüyü, fikir mübadiləsi apardığı, qiymətləri öyrəndiyi və təcrübə paylaşdığı bir məkandır. İndi isə sevindirici bir xəbər odur ki, bazar yenidən açılır. Amma bir mühüm dəyişiklik var. Əvvəllər Xaçmaz mal bazarı bazar günləri keçirilirdi. Bundan sonra isə bazar hər həftə şənbə günü və bazar günləri fəaliyyət göstərəcək. Bu barədə yaxınlarınızla paylaşın ki, hər kəs bu məlumatı bilsin. Dostlar, sabah bazarın ilk günüdür. Hamıya maraqlıdır ki, ilk gün bazara nə qədər heyvan gətiriləcək, qiymətlər necə olacaq, alver necə gedəcək. Adətən uzun fasilədən sonra keçirilən ilk bazarlar daha maraqlı olur. Çünki həm satıcılar öz heyvanlarını çıxarmağa tələsirlər, həm də alıcılar uzun müddətdir ki, gözlədikləri alış-verişi etmək istəyirlər. Mən də həmişə olduğu kimi bazarda olacağım. Bazarın ümumi vəziyyətini, qiymətləri, gətirilən heyvanları, alqı-satqını və maraqlı məqamları çəkib sizə təqdim edəcəm. Gəlməyə imkanı olmayanlar bizim YouTube kanalımızda bu videolar haqqında məlumat əldə edə bilərlər. Bunun üçün YouTube kanalımıza, Bazar Olsun YouTube kanalına abunə olmamız xahiş olunur. Əziz heyvandarlar, unutmayaq ki, güclü heyvandarlıq, güclü kənd təsərrüfatının əsas sütunlarından biridir. Əziyyətlə böyütdüyünüz hər heyvan ailənizin zəhmətinin bəhrəsidir. Ümid edirəm ki, bazarın yenidən açılması hər birinizə bol ruzu, xeyirli alver və uğurlu qazanc gətirəcək. Sonda isə Azərbaycanın bütün bölgələrində yaşayan heyvandarlara müraciət etmək istəyirəm. Əgər yolunuz şimal bölgəsinə düşərsə, mütləq Xaçmaz mal bazarına baş çəkin. İstər alıcı olsun, istər satıcı, İstərsə də sadəcə heyvandarlıqla maraqlanan biri olun. Bu bazarda görəcəyiniz çox şey var. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala, Balakən, Ağsu, İsmayıllı, Şamaxı, Lənkəran və bütün digər rayonlardan izləyicilərimizi Xaçmaz mal bazarına dəvət edirik. Gəlin bazarımızı birlikdə yenidən canlandıraq. Allah hər bir satıcının malına xeyirli alıcı, hər bir alıcının isə ürəyincə heyvan qismət etsin. Hamınıza bol bərəkət, halal qazanc və uğurlu alver arzulayıram. Sabah görüşənədək.